Здравствуйте, дорогие друзья! Еще раз давайте продолжим нашу тему, mövzumuza devam edək. Dediğimiz kimi, отец, который думал о своих детях. Öz uşaqları haqqında düşünən ata. Yəni, ata hansı ki öz uşaqlarını düşünür. Bu который bağlayıcısını biz fe'li sifətlə əvəz edərik. Отец, думавший о своих детях. Я уважаю кого? Mən hörmət edirəm. Kimə? Bizdə уважать fe'li kimə sualına cavab verdiği üçün yönlü hal fe'lidir. Rus dilində уважать, hörmət etmək fe'li винительный падеж, təsirli hal fe'lidir. Fe'l hər zaman kavo sualında istifadə olunur. Я уважаю кого? Отца. Какого отца? Hansı atanı? Думавшего о своих детях. Yəni öz uşaqları haqqında düşünən, öz uşaqlarını düşünmüş olan ataya hörmət edirəm deyir. Burada yenə də винительный падежdə istifadə olunur isimimiz. Buna uzlaşan sifətimiz, yəni fe'li sifətimiz də sifət kimi какого sualına cavab verdiyi üçün hallanaraq думавшего, yəni sifətin şəkilçisini qəbul etmişdir. Пойдемте дальше. Ученики, которые ходили на курсы. Kurslara gedən tələbələr, yəni tələbələr və yaxud şagirdlər hansılar ki kursa gedirlər. Biz bunu fe'li sifətlə əvəz edirik. Ученики, ходившие на курсы, yəni davamlı olaraq kurslara getmiş olan şagirdlər. Daha dəqiq tərcümə etməyə çalışıram. Yəni sizin üçün yəni o görüntünü və yaxud da beyninizdə canlandıra biləcəyiniz hər hansı bir mənzərəni daha dəqiqliklə anlayasınız deyə. Учитель дал книги кому? Ученикам. Каким ученикам? Ходившим на курсы. Yəni müəllim davamlı olaraq kurslara getmiş olan şagirdlərə kitabları verdi. Burada da каким ученикам yönlü hal fe'li. Çünki dать fe'limiz дательный падеж, кому və yaxud da каким ученикам sualına cavab verir. Və yönlük halda hallanan fe'li sifətimiz, причастиemiz sifət kimi hallanaraq ходившим, yəni im şəkilçisini qəbul edir. Цветы, üzr istəyirəm. Цветы, которые высохли. Quruyan çiçəklər, yəni biz belə deyirik, güllər hansılar ki qurumuşlar. Bunu fe'li sifətlə əvəz edirik, cəm hal şəkilçisi, yəni çünki isimimiz cəmdədir. Demək ki, biz buraya cəm hal şəkilçisi əlavə edəcəyik adlı halın cəmində высохшие цветы. Və cümlədə işlədirik. Listya чего? Цветов, yəni çiçəklərin yarpaqları. Каких цветов? Hansı çiçəklərin? Высохших в горшке были желтые. Yəni qarşok dipçək deməkdir rus dilində. Dipçəkdə qurumuş olan çiçəklərin yarpaqları sarı idi. Burada yenə də каких цветов? Hansı güllərin? Родительный падеж sifətinin hallanması. Və fe'li sifətimiz высохший sözü də родительный падежdə hallandığı üçün, cəm halda hallandığı üçün ix şəkilçisi qəbul edir. Yəni dipçəkdə qurumuş olan çiçəklərin yarpaqları sarı idi. Ученик, который пришел в класс. Sinifə gələn şagird. Yəni şagird hansı ki sinifə gəldi. Ученик, пришедший в класс. Sinifə gəlmiş olan şagird. Мы познакомились. Biz tanış olduq. С кем? Kiminlə? С учеником, şagirdlə. С каким учеником? Hansı şagirdlə? Пришедшим в класс. Yəni sinifə gəlmiş olan. Burada da yenə с кем və yaxud с каким учеником birləşməmiz tvarительный падежdir rus dilinin. Tvarительный падежdə hallanan fe'li sifətimiz onun, yəni sifət şəkilçisini qəbul edərək пришедшим. Gördüyümüz kimi sualımızda çünki каким sualıdır. Ona uyğun olaraq da biz o fe'li sifətimizi sifət kimi padejdə hallandırıq. Bu bizim məlum fe'li sifətimizin keçmiş və indiki zamanı idi. Bir də həmçinin rus dilində stradательные причастия. Stradательные причастия məchul fe'li sifət kimi tərcümə etməyə mən çalışım. Bilirəm, Azərbaycan dilində məncə fe'li sifətin məlum və yaxud məchul deyilən bir variantı yoxdur, amma mən bunu belə tərcümə etməyə çalışıram.
Bu fe'li sifətimiz də təbii ki, sifətin sualına kakoy, kakaya, kakoye və kakiye cinslərə uzlaşan və cəm halda olan şəkil suallarına cavab verir. Bu zaman o demək ki, действительный причастие, yəni məlum fe'li sifətimiz hərəkətin bir obyekt tərəfindən başqa bir obyekt üzərində edildiyini göstərirdi. Burada isə hərəkət birinci obyektin öz üzərinə qayıdır. Действие совершается над предметом. Образуется только от переходных глаголов. Məchul fe'li sifətlər rus dilində ancaq və ancaq təsirli fe'llərdən yaranır. Təsirli fe'llər rus dilində sırf винительный падеж, təsirlik halın kimi və yaxud nəyi sualına cavab verən fe'llərdir. Kimi və nəyi suallarına cavab verən fe'llərdən yaranır rus dilinin məchul fe'li sifəti. İndiki zamanı eyni ilə birinci və ikinci sprijeniyadan yaranır. Birinci sprijiniyada olan burada artıq biz fe'lin məstər halından yaradırıq. Действительный причастие-də üçüncü şəxsin cəmində, yəni onlar deyə hallandırırdıq. Ona görə qoyurduq şəkilçini. Burada isə sadəcə fe'lin birinci sprijiniya. Birinci sprijiniyada bilirik ki, sonu at, uç, et, yat ilə bitən fe'llərdir. Təbii ki. Fe'lin sadəcə sonun at, et, uç və yatla bitməsi bizə yetərlidir. Oradan biz nə edirik? Давайте посмотрим. Demək znakı atırıq, yəni məstər hal şəkilçisini atırıq. Sadəcə fe'lin sonuna m, yəni fe'li sifətin m şəkilçisini plus окончание рода və cins şəkilçisini əlavə edirik. Забывать, unutmaq, забываемый, unudulan deməkdir. Bu dəfə, yəni hərəkət özü mənim üstümdə baş verir və mən unudulan şəxs olmuşam anlamını verir. Əgər ki, təbii ki, qadın cinsində qoysanız, o zaman забываемая, средний родda забываемые, или во множественном числе забываемые deyə bilərsiniz. Встречать demək znakı atırıq, встречаемый, qarşılanan və yaxud rastlanan və yaxud görüşülən anlamında istifadə oluna bilər. İkinci sprijiniya bilirik ki, sonu itlə bitən fe'llərimiz aiddir. İtlə bitilməsi yetərlidir. Yəni, fe'lin sonuna sadəcə məstər hal şəkilçisini atırıq və fe'lin sonuna fe'li sifət yaratmaq üçün im şəkilçisi və plus, опять же, окончание рода, yəni fe'li şəxs şəkilçisini qoyuruq. Допустим, qlaqol видеть, baxmayaraq ki, biz demişik ki, sonu etlə bitən fe'llərimiz birinci sprijiniyadır. Amma əgər xatırlayırsınızsa, видеть fe'limiz istisna fe'llərdən olaraq ikinci sprijiniya aiddir. Çünki onun kimi hallanır. Вижу, видишь, видит, видим, видите, видят. Burada məstər hal şəkilçisini atırıq. Fe'lin sonuna im şəkilçisi plus cins şəkilçisini əlavə edirik. Видимый, yəni görünmüş olan, görünən anlamını verir. İli qlaqol çtit. Çtit hörmət etmək və yaxud xətrini istəmək və yaxud xatirəsini yad etmək deməkdir. Buradan yenə biz demək ki, fe'lin sonuna zaten fe'lin özünün kökündə i hərfi var. Demək olar ki, sadəcə m şəkilçisi əlavə edirik. Plus cins şəkilçisini də əlavə edirik. Çtit, çtimый, yəni hörmət olunan, xatirəsi yad edilən, xətri istənilən anlamını verir fe'llərimiz. Gördüyümüz kimi stradательное причастие, yəni məchul fe'li sifətlər yenə də indiki zamanın birinci və ikinci sprijiniyalarından yaranır. Burada artıq fe'lin sadəcə birinci və ikinci sprijiniya aid olması bizim üçün yetərlidir. Fe'lin sonuna məstər hal şəkilçisini atıb, fe'li sonuna birinci sprijiniyada olan fe'llərin sonuna m plus окончание рода, yəni cins şəkilçisi. İkinci sprijiniyada im plus yenə də окончание рода, ikinci, yəni im şəkilçisi və sonuna da cins şəkilçilərini əlavə edirik. Sizin sadəcə, əgər fe'li sifəti günlük həyatda, nitqinizdə istifadə etmək istəyirsinizsə, sadəcə açıb indiki zaman fe'llərini bir daha təkrarlamanız lazımdır ki, fe'lləri, yəni fe'li sifəti doğru düzəldə biləsiniz. Növbəti hissəmizi izləməyi unutmayın. До свидания, берегите себя.